Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, yazıcı, publisist Əsəd Cahangirə verirəm. Söz verməmişdən əvvəl qeyd edeyim ki, Əsəd müəllimin də bu günlərdə 60 illik yubileydir. Onun haqqında mən hal-hazırda dövr mətbuatında müxtəlif məqalələr görürəm. İctimaiyyətimiz tərəfindən yazıçılarımız da onun yaradıcılığını yüksək dəyərləndirir. Bir daha sizi təbrik edirik Əsəd müəllim. Burada iştirak edən bütün iştirakçıların adına təbrik edirəm. Sözü veririk Əsəd müəllimə. Çox sağ olun. Çox hörmətli tədbir iştirakçıları, qələm dostlarımız, ədəbiyyat sevərlər, müəllimlərim, mən burada universitet müəlliməm, lap başda əyləşmiş Sona xanım Çərkəzi görürəm. Ən əziz insanları görürəm. Birinci Xalidə xanıma öz minnətdarlığımı bildirirəm ki, bu qədər gözəl insanı, mənim çox sevdiyim insanları bir yerə toplayalım. İkincisi, Xalidə xanımı onun dərgisində dərc olunan müəllifləri ürəkdən təbrik edirəm. Bu əlamətlər gün münasibətilə. Düzü, Xalidə xanımın jurnalının ilk sayını görəndə mən düşünmüşdüm ki, görəsən bu informasiya bolluğunda, internet erasında saytların, qəzetlərin, jurnalların bu qədər çox olduğu bir vaxtda bir xanım tək başına, öz gücü ilə jurnal çıxardıb bu iş axıra qədər davam etdirə biləcəkmi? Və 10 sayı çıxıb artıq səhv edəmirəm Xalidə xanım. 11 sayı çıxıb və mən öz tərəddüdlərimdə yanıldım. Və bu çox gözəl yanılmaqdır. Mən özümə də, burada əyləşənlərin hər birinə də belə gözəl aldanışlar arzu edirəm. Xalidə xanım bir neçə cəhəti ilə təqdirə layiq bir xanımdır. Birinci o bir Azərbaycan xanımdır. Hər insan Xalidə xanımın yanında qeyri-ciddi bir söz belə danışa bilməz. Əgər danışarsa, layiqli cavabını çox mədəni surətdə alır, mən bunu öz müşahidələrim əsasında deyirəm. İkincisi, Xalidə xanım ədəbiyyata təmənnasız xidmət edir. Yəni, onun bu dərgini çıxarmaqdan heç bir ikinci planı, başqa bir məqsədi, təmənnası yoxdur. Məqsəd sırf ədəbiyyata qarşı göstərmək. Ədəbi inciləri, həm klassik ədəbi inciləri, həm də müasir dövrdə yaranan əsərləri və müəllifləri təbliğ etməkdən ibarətdir. Üçüncüsü, o bunu öz gücü hesabına edir. Həm mənəvi gücü, həm də maddi gücü hesabına edir. Və heç kimdən bir kömək istəmədən edir. Yorulmadan eləyir, usanmadan eləyir və nə qədər bəlkə də tənqidləri də rast gəlir, bəlkə narazı qalanlar da olur ondan haradasa, amma buna baxmayaraq o öz yoluna davam edir və bura qədər gəlib çatıbsa, mən əminəm ki, bundan sonra da yoluna davam edəcək. Ən ciddi müəllifləri toplayır. Azərbaycan ədəbiyyatının bugün elmi, nəzəri simasını müəyyənləşdirən həm akademiyamızın prezidenti, həm ədəbiyyat xüsusi direktoru İsa Həbibbəylidir. Və İsa müəllim bu jurnalın ən aktiv müəlliflərindən biridir. Yəni, ədəbiyyatın başında dayanan adamlardan biri, onun elmi nöqteyi nəzərindən başında dayanan bir adam. Eləcə də sıravi bir ədəbiyyat adamını, ilk addımlarını atan bir şairi və yaxud da yazıçını, ədəbiyyat şünası da Xalidə xanım səxavətlə öz dərgisində çap edir. Buna görə məni də çap edibdir Xalidə xanım dəfələrlə heç, bəzən xəbərim olmadan, bax bu nömrədəki çapına görə mənim Tural Anaroğlu ilə bağlı yazımı çap edib, sonra da antologiyaya daxil edib. Əvvəllər də bir neçə yazımı çap eləmişdi. Buna görə fürsətdən istifadə edib, mən Xalidə xanıma minnətdarlığımı bildirmək və gələcək fəaliyyətində ona uğurlar arzulamaq istəyirəm. Aygün xanım dedi, öz tövsiyələrinizi də, məsləhətlərinizi də deyə bilərsiniz. Biraz uzun danışımıza başlayıb. Mən arzu edərəm ki, Xalidə xanım jurnalın gələcək saylarında məsələn, polemik səciyyəli dəyirmi masalar da versin, müsaidələr verir. Yəni, biraz müzakirə səciyyəli yazılar da versin. Ev yoxdur, qoy mübahisə də olsun, qoy kimsə narazı qalsın.
Amma bu jurnalın uğruna və populyarlaşmağına öz müsbət təsirini göstərər. Bir dənə davaya qarışmaq istəmirəm. Yox, siz davaya qarışmayın. Yazınızı çap edin, durun. Mən istəyirəm bizim şairlərimizin hər şeyi gözəl olsun. İnsanlarımızın hər şeyi gözəl olsun. Elə ona görə də jurnalınızı ədəbi incilər adlandırıb, bəri başdan demək istəmişsiniz ki, mən ancaq incilərdən, yaxşılardan yazıram. Bu jurnalın adında artıq bu var. Amma kamil ancaq Allahdır. Nə qədər yazıcı, şair, inci yaratsa da, onun da bir müzakirə doğura biləcək tərəfi var. Və arzu edirəm ki, gələcək fəaliyyətinizdə jurnalın daha da canlı olması, müzakirəli olması, polemik olması naminə deməli, bu cəhətə diqqət yetirəsiniz. Çünki həqiqət, belə bir söz var ki, mübahisədən də olur. Xalidə xanımın dərc etdiyi materialların önəmli bir qismi Türk xalqları ədəbiyyatı nümunələridir. Elə son nömrədə məncə Gülzira Şarifovanın yazısını vermişsiniz, lap başda veribdir, qonağa hörmət əlaməti olaraq. Əvvəlki saylarında da Türk xalqlarının bir sıra ölkələrin deməli, ədəbiyyat nümayəndələrinin yazıları geniş yer alırdı və bu yaxınlaşmaqda olan Turan birliyimizə doğru Xalidə xanımın öz mənəvi dəstəyindən ibarətdir. Belə kəzi adından onu deməli, fəxri diplomla biz tərtib etmək qərarına gəldik. Ədəbi İncilər jurnalının baş redaktoru, şair, publisist Xalidə Nuray, Türk xalqları ədəbiyyatları arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə təltif olunur. Təbrik edirik. Xalidə xanım.